elə bir məqamdır ki, elə bir mərtəbədir ki, Həzrəti Zəhra salamullahi əleyhanı tanıyan bütün xanımlar Həzrəti Zəhra salamullahi əleyhaya qovuşmaq və oxşamaq arzusundadırlar. Belə sual vermək istəyirəm ki, Həzrəti Zəhra salamullahi əleyhaya qovuşmaq üçün hardan başlamaq lazımdır? Və necə addım atmaq lazımdır? Hansı yolla getmək lazımdır ki, ona qovuşa bilsinlər, qovuşa bilək? Çox sağ olun, əziz dəyərli qardaşım Hacı Ceyhun müəzzin. Allah sizi hifz eləsin, bu zəhmətlərinizi də ali dərəcədə sizdən qəbul eləsin. Sual çox gözəl sualdır, dostları, əziz məddahımızı, əziz şairimizə salamlayıram. Sual həqiqətən gözəl sualdır. Ümumiyyətlə, bir xanımın yüksək məqama yetişməsi, bəşəriyyətə nümunə olması, o məqamları qət eləməsi mümkündürmü? Birinci belə başlayaq da. Quran deyir mümkündür. Kişi ilə qadın arasında burada fərq qoymur və bunun da bariz nümunəsi Həzrəti Zəhradır. Quran bir yerdə buyurur: "Vəllezine yaquluna", bəzi insanlar deyir, dua eləyərlər. "Yaquluna Rabbana hablana min azvacina və zurriyatina qurrata a'yun və cealna lilmuttaqina imama." Quran-ı Kərim buyurur ki, bəzən duası bu olar: İlahi və Rəbbim, mənə istəyim səndən budur ki, məni və ailəmi camiyyəyə, cəmiyyətə öndə gedənlərdən qərar ver, nümunə olanlardan qərar ver. Yəni, bu ayədə görünən budur ki, bir ailə, xanım, kişi, övlad fərq eləməz. Yəni, bu ayə istəyib başa sal, istər kişi, istər qadın öndə ola bilər, öndə dayana bilər və bəşəriyyətə nümunə ola bilər. Başqa bir ayədə Allahımız buyurur ki, bu da çox maraqlı ayələrdən biridir. Mən əmilə salihən min zəkərin əv unsaf və huvə mümin fələnuhiyyənəhu həyatan tayyibə. Allah buyurur, istər kişi, istər qadın fərq eləməz, imanla yaşasalar, salih əməllərin yiyəsi olsalar, Allah onlara yeni bir həyat bəxş edər, mənəvi bir həyat bəxş edər. Burada da fikir verirsiniz, min zəkərin əv unsaf, fərq eləməz, istər kişi, istər qadın. Allah bu fərqi yığışdırır. Bu bir məsələ. Amma bir xanım necə öndə ola bilər və sonra biz necə özümüzü ona oxşuda bilərik? Necə öndə ola bilər? Quran-ı Kərim bir yol deyir, bir xət çəkir. O da bundan ibarətdir. Birinci buyurur ki, əziz Allahımız, hədisdə var daha doğrusu, buyurur, "Ma min hərəkətin illa əntə muhtacun fiyhə ilə mərifətin." Əmirül-Möminindən də bu deyir ki, hər bir hərəkətdə mərifətə borclusuz, mərifətə ehtiyaclısınız. Yəni, bir addım ki, atmaq istəyirsiniz, gələk orada anlayaraq, mərifətlə addım atasınız, kör-köranə deyil, bəsirətlə addım atmalısınız. Mərifətlə, yəni tanıyaraq da azıcan. Tanıyaraq, əhsən. Mərifətlə əlbəttə məlumatı ayırıblar. Mərifət bir növ qəlblə də bağlı bir mövzudur, zehinlə qəlbin sintezidir. Əhsən, istəyirdim elə orada toxunasınız. Zehinlə qəlbin sintezidir. Əqidəyə də ona görə əqidə deyirlər ki, əqidə əqd kəlməsindən götürülüb, kişi ilə qadın arasında əqd oxunur da. Əqidə o zaman yaranır ki, ağılla qəlb vəhdətləşir, aralarında əqd olur sanki və tovhiddləşirlər. Bunlar ikisi birləşəndə olur mərifət. Yəni, ağılla qəlbin sülhü, bir yerə cəm olması, mərifət yaranır da. Yəni, mərifət yalnız boş duyğudan ibarət deyil və yaxud quru elmdən ibarət deyil. Elm və duyğu, bunlar ikisi birləşir, mərifət yaranır. Ona görə Əmirül-Möminin deyir ki, bir yola ki çıxdınız, ilk öncə mərifətə ehtiyacınız var. Mərifətlə addım atın. Başqa bir ayədə isə Allah Teala buyurur, "Vərrudsə fəhcur." Mərifətdən sonra gələn hicrətdir. Hicrət eləməlisiniz. Hicrət nədir? Hicrət insanın daxili aləmində baş verir. Bu bir cür hicrətdir ki, insanın kibrindən, təkəbbüründən təvazuya gedən yoldur. Şirkdən tovhidə gedən yoldur. Riyadan ixlasa gedən yoldur. Rəzilətdən fəzilətə gedən yoldur. İçində proses gedir. Sən get-gedə adi insan çevrilir olur ali insan. Ona görə Əllamənin bir mövzusu var idi. Əl-Mizanda açmışdı, deyirdi ki, insan doğularkən potensial ali insandır. Potensial. Onda o səlahiyyət var, o güc var ki, içindəkilərin iynəsin, o istedadları çıxartsın ortaya. Amma deyir, bu üzərində çalışması onun insanın təbiətinin xüsusiyyəti pisə meyillidir. Boş buraxsın, itələməsə onda pisə geyəcək. Diqqətsiz qoysun, nəzarətsiz qoysan pisə meyillidir.
Bu hədisimizdir bizim. Ona görə bu üzrə çalışmalısan, xətt götürməlisən, hərəkət eləməlisən. Deməli, mərifət sonra gəlir hicrət, hicrətdən sonra gəlir sariyo, sürətdən, asta-asta çox yerləri qeyb yetişə bilməzsiniz. Bəzi insanlar asta gəl deyirlər, fikir verirsiniz, elə cəmaatın 2 günə getdiyin yolu bu 10 ilə geyir. O vaxt itirirsən, bu 10 il sənə hər saatı lütf olub gələk, bunun qədrin biləsən, hərəkət edir. Sariyo ayəsi gəlir. 4-cü ayda isə Allah Teala bu sabiqu, sibqət edin, yarışın, keçin bir-birinizi önünə. Amma nəinki ənaniyyətdə, mənəmçilikdə sabiqu deməyiblər də, tovhidi dəyərlər uğrunda bir-birinizi keçin önə, bir-birinizi keçin qabağa, bir gözəl bir xidmətlər eləyin, sizə baxsınlar, onlar da bir şövq yaransın, rəğbət yaransın, onlar da böyük işlər görsün. Həvəsə gəlsinlər. Həvəsə gəlsinlər. Bu da 4-cü məsələdir ki, sibqət deyirlər bunun adına. 5-ci məsələ isə imamət mövzusudur. İmamət bir 14 məsumdan söhbət gedə bilər, 12 imamdan danışan. Bir də imamət bir anlayışdır ki, yəni bir nəvə öndə olması. Həmən ayə ki, biraz öncə mən sizə qeyd etdim, وَجَعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا. Mən nəinki təqvalı olum, təqvaların öndə gedəni olum, təqvalara nümunə olum, təqvalara bir baxsınlar mənə, örnək olum. Və bu ayədə isə kişidən söhbət getmir yalnız, bir ailədən söhbət gedir. Yəni görünən budur ki, bir qadın da camiyəyə, cəmiyyətə örnək ola bilər. Bir qadın elə bir iş görə bilər ki, cəmiyyətin içərisində öndə də yana bilər və cəmiyyət onun mənəviyyatından bəhrələnə bilər. Və bu xanımın gedəcəyi yox. Amma o ki qaldı, biz necə indi gedək? Xanım Zəhra ki, o xanımdır, bəllidir. İndi biz necə gedək yolu? Sizin sualınız bu idi. Mən bir dənə də ayə əvvəldə dedim ki, sizə فَلَنُحْيَنَّهُ حَيَاتًا تَيِّبًا. Mən onlara yeni bir həyat verərəm. Yəni o öndəki insan keçir qabağa, Allah onun mənəvi bir, ali bir həyat bəxş edir. O həyata gedən yol necə gedir? Biraz öncə dediyim kimi, mərifət, hicrət, sürət, sibqət, imamət. Amma bunun yolu nədir? Allah Teala Quranda buyurur: "İstəcibu lillah və lir-rasul izə da'akum lima yuhyikum." Allah və peyğəmbərə qulaq asın ki, ehya olasınız, diriləsiniz. Bunların peyğəmbərin yolu ilə gedin ki, gedib çatasınız arası. Ona görə qiyamət günü bəzi insanlar deyəcək: "Ya leytəni ittəxəztu ma'ar-rasuli səbila." Kaş peyğəmbərin addımları ilə hərəkət edin. Bir hədis də var, məşhurdur ki, deyir, cənnət anaların ayağı altındadır. O bizim mənəvi ana, iman əhlinin mənəvi anası kimdir? İmanda pik nöqtədə, Həzrət Zəhradır da, düz deyil. Bunun mənası, bir mənası bir alim belə izah verirdi ki, deyir, ananın ayaqlarının altındadır. Yəni, sən o ana ki, ayaqlarının altındadır, bu yolu ki, gedir, bala əgər o izlə hərəkət edə bilsə, o ləpirlərlə hərəkət edirsə, o da gedər cənnətə yetişər, cənnətə qovuşar, cənnətə çatar. Xülasə, bu yol nədən keçir? Peyğəmbərin buyruqları, Əhl-i Beytin buyruqlarına əməl eləməklə, özdə asta-asta yox, sürət və sibqətlə insan gedib o yerlərə səslənmək istəyirəm inşallah ki, Hacıcan, Əhl-i Beyt əleyhimussalamın fəziləti barəsində olan ayələrdən biri də məvəddət ayəsidir. Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Belə bir sual vermək istəyirəm. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləmin nəyin əvəzində bizdən Əhl-i Beyt əleyhimussalamın məvəddət istəmişdir? Bu bir. Və Peyğəmbərin istəyi Əhl-i Beyt əleyhimussalama yaşadığı dönəmə aiddir ya yox? Məsələn, o həmən bu məvəddət sözü Əhl-i Beyt əleyhimussalamın yaşadığı dönəmə aiddir ya indiki zamanda məvəddət istənilir? Ya indiki zamanda məvəddət istənilir bizdən? Başa düşdüm sualınızı. Sualı belə anladım ki, yəni Əhl-i Beytə olan məvəddət və məhəbbət deyilib bizə. Yalnız onların yaşadığı dönəmə aid, yoxsa indiyə də aiddir? Peyğəmbərin dövrünə aid idi, yoxsa bugünkü günə də günümüzə? aiddirmi? Hə, çox gözəl, qəşəng sualdır. Təşəkkürümü bildirirəm bir daha. Məvəddət mövzusu Quran-ı Kərimin mövzusudur. Allah Teala Quran-ı Kərimdə Əhl-i Beytə məvəddət istəyib. Məvəddətin məhəbbətdən fərqi var. İlk öncə elə bunu qeyd edək. Məhəbbət insanın içində olur, daxilində olur. Bəzi vaxtlar heç insan izhar da eləmir. Görsən bir nəfər aşiqdir, amma gizli aşiqdir, çıxmıyıb üzə. Məvəddət ona deyirlər ki, açır, elan edir. Eyli aləm bilir ki, bu çox istəyir, məşuqu var, istədiyi var.
Məvəddət budur ki, istədiyinizi elan edin. Qoy el aləm bilsin ki, siz Əhl-i Beyti sevirsiniz, gizlətməyin. Lazım deyil gizlədəsiniz. Qoy cəmaat bilsin, qoy dünya bilsin, qoy mələikə bilsin ki, siz Hüseyin sevirsiniz. Siz Zəhra xanımı sevirsiniz. Siz Peyğəmbəri sevirsiniz. Bu niyə gizlədirsiniz ki? Özü bu Peyğəmbərin məhz tapşırığıdır. Fikir verin, 123.999 Peyğəmbər heç deyir istəmirəm. Bizim də Peyğəmbər deyir heç nə istəmirəm, sonra bir şey istəyirəm. Əslində bu 124.000 Peyğəmbərin sözüdür. Çünki 124.000 Peyğəmbərin gətirdiyi dəyərlərin qorunub saxlanması üçün buna ehtiyac var. Möhrü bu idi. Bu olmasa onlar olmayacaq. Əhsənat. Yəni siz təsəvvür edin, bu qədər iş gördü, çalışdı, zəhmət çəkdi, nə qədər əziyyətlər çəkdi Peyğəmbər. Axırda gəldi dedi ki, bu varsa hər şey var. Yəni, bunun mənası budur ki, Əhl-i Beytə bir yerdə məhəbbət yox, məvəddət varsa, o məvəddət şamdır. Bütün dəyərlər pərvanə kimi fırlanacaq onun başının üstündə. Əhl-i Beytə bir dənə məvəddət olsa, bir dənə məmləkətdə namaz da olacaq, oruz da olacaq, insanlara xidmət də olacaq, bəşəriyyətə sevgi də olacaq, təbəllüd da olacaq, hər şey olacaq orada. Bunu itirməyin, bir dənə qoruyun, saxlayın. Əslində bir dənə xət verdi və yol verdi və Quran-ı Kərimin buyruğudur. Yolu da mən demirəm, amma Quran özü deyir. Deyir ki, Peyğəmbər ki, sizdən bunu istədi, ya, Əhl-i Beytə məvəddəti başqa ayda deyir. İlla mən şa'ən yəttəxizə ilə Rabbihi səbila. Bu səbilullahdır bu məhəbbət. Allah yoludur bu. Bu istəyirsinizsə siz Allaha çatasınız, Allaha tərəf hərəkət eləyəsiniz, bu səbillə getməlisiniz, bu yolla getməlisiniz. Əhl-i Beytin məvəddəti səbilullahdır, yoldur. Bu yolla hərəkət edin və gedin. Bu ikinci məsələ. Ki, Əhl-i Beytə həm məhəbbət yox, məvəddət istəyiblər. Məvəddət məhəbbətin aşkara çıxartmaqdır və özü də bunun bizdən istəyiblər. İnnax mən necə edeyim məhəbbətimizə çıxsın? Onun qəbrini ziyarət eləmək, onun mövlud gününü keçirmək, onun şəhadət gününü keçirmək, onun adını balava qoymaq, onu ilə bağlı danışmaq, onu ilə bağlı söhbəti bitirmək, onun hədisini demək, onların yaşam tərzini çatdırmaq, onlar kimi yaşamaq artıq məvəddətdir. Deyirlər, psixoloqlar deyirlər ki, bir nəfəri unutmaq istəyirsən. Yolu nədir? Yolu budur ki, onu ilə bağlı əşyaları itir. Onun şəkillərini qoy kənara. Onu ilə olduğun məkan olubsa, o məkana tərəf getmə. Getmə ki, yaddan çıxsın. İndi yaxşı, əgər istəyiriksə bu Əhl-i Beyti yaşadaq, onlarla yaşayaq, bizim onlara ehtiyacımız var ki, biz yaşamaq istəyiriksə, onlara tərəf hərəkət eləməliyik. Deməli, onun qəbrini də ziyarət eləməlisən, onların adı ilə bağlıdır. Onların özünü də zikr eləməlisən, onların özü ilə ünsiyyət qurmalısan, rabitə qurmalısan. Bu ayə gəlməyib ki, yalnız Peyğəmbər üçün. Bu ayə məgər gəlib o dönəm üçün bitdi, ayənin missiyası qutardı. Ayə demir ki, filan zamanda mən yaşayan vaxtda La əsəlukum aleyhi əcrən özü də qeyd etdiniz, illəl məvəddətə fil qurba. Demir ki, mən yaşadığım müddət ərzində məvəddət istəyirəm sizdən. Məvəddətən fil qurba, xüsusi məhəbbət. Özə deyir, gətirin, qoyun mərkəzə bunu. Məvəddətən fil qurbanın mənası budur ya. Bütün eşqlərinizin mərkəzinə gətirin, qoyun. Digər eşqlər də o eşqə gedən yol olsun. Çünki bu eşq insanı Allaha çatdırar. Yəni, digər eşqlər özü bir məşqdir ki, o eşqə çatasan. Orada hərəkət elə get, o eşqə çat. O eşqə çatdığın olan əsmaul, nəhnu əsmaul husna. Biz əsmaullahı, biz Allahın adları təcəlli eləmişik Allahın adları olaraq, düzdür? Yəni, o bizi aparır, çatdırır Allaha. Bu, məsələnin mühüm tərəflərindən biridir ki, bizdən istəyiblər məvəddət. Bir dənə mühüm məsələ nədir? Məvəddət, bunlar ki, bizdən istəyiblər məvəddət. Biz əgər məvəddətimiz olsa, 100% olanın da bizə məvəddəti var. Heç vaxt biz Əhl-i Beyti heç nə də qabağa keçə bilmərik. Harada fəzilətdə getdin qabağa, orada qabaqda Hüseyni, Həsəni, Peyğəmbəri, xanım Zəhranı görəcəksən. Hədislərdə var ki, bütün yaxşılıqların qabağındayıq. Onlar böyük məqamı qət ediblər. Deməli, sən əgər ona məvəddətin varsa, qarşılıqlıdır. Onun da sənə məvəddəti var. Məhəbbəti yox, məvəddəti var. Nə deməkdir bu? Yəni, o da sənə eşqini, məhəbbətini aşkar edirsən, hiss eləyə bilsən əgər. Görə bilsən əgər, bu həyatında olan hadisələri izləyə bilsən, görürsən, biri Zəhra xanımın duasıdır, biri İmam Hüseynin duasıdır, biri Peyğəmbərin
istəyidir. Bu həyat elə belə getmir ki, biz hara ki gəlib çatmışıqsa ki, əgər çatmışıqsa, onların dualarına çatmışıq və onların məvəddətinə ehtiyacımız var. Biraz da değişim mövzunu. Mən cəə bil həsənə fələhu əşrə əmsalihə. Kim bir gəlsə Allah deyir 10 gələrəm. Düz. Hədisdə var, təxəlləqu bi əxlaqillah. Allahın əxlaqı ilə əxlaqlanır. Bu hədisə kamil riayət kim edib? Əhl-i Beyt. Deməli, Əhl-i Beyt də bir gedəndə 10 gəlirsə, siz təsəvvür edin, biz onlara bir addım atsaq, onlar nə qədər gəlir? Bir dənə də sizə bir hədis deyəcəm. Allah deyir, kim məşq eləsə, mən hərbələ eləyərəm. Məşq nəyə deyirlər? Addım atmağa. Yeriməyə. Hərbələ yadınıza gəlirsə, həcdə olmusunuz da. Bəli. Səy eləyəndə Səfa ilə Mərvə arasında bir yer var, orada iti gedir. Bir ezisi ona deyirlər hərbələ. Hərbələ, bəli. Hədisdə qeyd olunur ki, məşq eləsəz hərbələ eləyərəm. Allah deyir. Sən belə gəlsən, mən sənə tərəf gələrəm. Tələsə. Tələsə. Mən səni yolda gözləyirəm. Ona görə Qur'an-ı Kərim nə deyir? Deyir, belə ki, məşq eləməyin, fəfirru, qaçın mənə tərəf. Bala ananın üstünə qaçan kimi qaçın. Sən bax, bir dənə söz deyim sizə. Görsən, bala asta-asta dayanıb orada, təzə imeyi deyir, biraz yıxılır, biraz qalx. Ananı görən kimi, ana ki əlini açır, ata ki əlini açır. Uşaq bir neçə addım gələn kimi, o 2 addım gələn, ana 5 addım gəlir. İndi ana hara? Allahda olan o məhəbbət, eşq hara? Əhl-i Beyt də budur. Əhl-i Beytə məvəddət eləyəndə, biri 10. 10 nədir? Fi kulli sumbilətin miyyətü həbbə deyir, Allah bir yerdə buyurur. 1'ə 700. Sənə çox gələrəm, sənə çox hərəkət eləyərəm. Xülasə, bizdən istəyiblər məvəddət, məhəbbət yox. Və ayənin də kamil mənası budur ki, gətirin Əhl-i Beyti mərkəzə qoyun. Bu 2, biz ki bunu eləyə bilsək, onlar da bizə məvəddəti var. Bu 3, özü onlar da bizdən daha çoxdur. Bir də ki, biz onları sevməmişdən qabaq, onlar bizi sevir. Bəli. Hədisdə var ki, heç bir xeyirdə önə keçə bilməzsiniz, hə? Bunlar öndədirlər. Əgər bir nəfər alimin sözü yadıma düşdü. Buyurun Hacı. Bir nəfər roza oxuyurdu. Ziyarət-i Aşura məclisi idi. Gəldi, çatdı bir yerə Roza xan. Dedi, Əssəlamu aleykə ya Əba Əbdillah. Salam verdi. Salamı verəndən sonra üzün tutdu cəmaata. Dedi, inanmıram İmam Hüseyin cavab almasın. Orada bir müştehid alim əyləşmişdi. Qayıtdı ki, yox, saxlayın məclisi. Dedilər, nə oldu, səhvdir deyil. Dedi, yox, sən gəlməmsə İmam Hüseyinə salam verəsən, o cavab versin. Bugün səhər İmam Hüseyin sənə salam verib, gəlmişsən cavab verməyə. O səni gətirib bura, sənin xəbərin yoxdur ki. Bizim salamımızdan qabaq o bir lütf eləyib bizə, o üzünü tutub bizə. İndi bizim məvəddətimizdən daha çox onların məvəddəti var bizə. Allah inşallah bu məvəddəti əlimizdən almasın. Amin inşallah Hacı, amin. Bir də bir nöqtəyə istəyərdim Hacı, toxunasız. O çox qısa, yəni bir şəkildə çox yormaq istəmirəm sizi. Xoş, estağfurullah. O bizim görməyə onlara tərəf gelməyimiz barəsində 2 kəlmə. Yəni biz onları görməmişik. Bəli. Amma məsələn məhəbbət bağlanmışıq, sevirik Əhl-i Beytə. Əgər buna sevgi deyilsə, mən yəni öz payımı deyirəm. Bəli, əslində Hacı çox qəşəng söz qeyd edirsiniz. Doğrudan da belədir ki, bu yolun əvvəli budur ki, insan görməyə addım atır, amma Allah bir dönəmdən sonra bir bəsirət lütf eləyir. İnsan onları həyatında qəlbən də görməyə başlayır. İndi müəyyən yolları var da. Bir müddətdən sonra ən azından harda görür? O ki, gəlir can üstünə düşür. Hədislərdə var bu. Hədis oxumuşam ki, 14 məsumun 14'ü də gələr. Sən ki, bu deyir, neçə ili zəhmət çəkdin, hələ onlar üçün addım attın, səy elədin, axırda özləri gəlir sənin başının üstünə və səninlə özləri görüşməyə başlayır. Bu hədisdir ki, 14 məsumun 14'ü də gələr. Bu hədisdir. Hətta bu qədər sizə deyim ki, biri can üstündə idi, alimlərimizdən biri idi. Can üstündə olanda gördü, dedi, baxdı sağa, baxdı sola, qayıtdı. Əssəlamu aleykə ya Rasulallah. Əssəlamu aleykə ya Əmirəl-Müminin. Əssəlamu aleykə ya Fatimətəz-Zəhra. 14-cü məsuma gedərən 12-ci imamın da adını çəkdi. Onu ilə dünyasını dəyişdi. Bildi ki, məsumlar onu ziyarət elədi. Bunun sonu da budur. Allah razı olsun Hacı. Allah sənə səs-və bərəkət versin. Bağışlı sənin qabağında. Estağfurullah. Allah inşallah Əhl-i Beyt əleyhissalamla səni qardaşım məhşur eləsin. Bizi apardın Bəqinin kənarına.
İnşallah əziz izləyicilərimiz yenə də bir sualla bizim gözəl ustadımıza, gözəl alimimizə, Hacı Ramin Bədəlova inşallah səslənmək istəyirəm Hacı. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləmin xanımlarından birindən çox maraqlı bir ifadə nəql olunur. Ki buyururlar, ma rəeytu əhədən əşbəhə kələmən və hədisən min Fatimətə bi Rasulillah. Ki bunun mənası budur ki, yəni Peyğəmbərə kəlamda, danışıqda, kəlmədə ən çox oxşayan xanım Fatimə-i Zəhradır. Və Peyğəmbərimizin xanımı belə deyir ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmə danışıq baxımından və söz demək baxımından Həzrəti Fatimə salamullahi əleyhaya qədər bənzəyən heç kəsi görmədim. Bu bənzərliyin səbəbini soruşmaq istəyirəm. Bizlər bu uca şəxsləri necə tanıya və onlara necə bənzəyə bilərik? İnşallah. Çox sağ olun. Allah razı olsun. Gözəl sual. Elə hər üç sualı çox qəşəng seçmisiniz. Minnətdarlığımı bildirirəm və dəyərli qardaşıma da o gözəl nəfəsi ilə ki bizi apardı Mədinəyə. Allah onu da hifz eləsin inşallah. Çox sağ olun Hacıcan, var olun. O ki qaldı Həzrəti Zəhra salamullahi aleyhanın Peyğəmbərə bənzəməsi. Bəli. Və burada da daha çox mühüm sual belə başa düşdüm ki, biz onlara bənzəyə bilərikmi? Biz də Əhl-i Beytə bənzəyə bilərikmi? Əslində elə bizdən bunu istəyiblər ki, bənzəyin. Hələ, yəni yol budur, istək budur. Onların izi ilə gedib onlara bənzəyin. Bir dini mətinlərimizdə bir neçə kəlmə keçib, biri məiyyət kəlməsidir. Onlarla birgə olmaq. Mən yutiyallah və Rasul fəulaikə mə'əlləzinə ənə'aməlləh aleyhi minən nəbiyyinə və sıddiqinə və şuhədai və salihin və həsuna ulaikə rəfiqa. Buyurur ki, çalışın, onlarla rəfiq olun, onlarla birgə olun. Bir məqam məiyyət məqamıdır ki, gəlir insan bəşər bir yetişir ki, onlarla bir süfrədədir, onlarla bir yerdədir, onların yanındadır, onlarla nəfəs alır, onlarlandır. Yaxşı. Buna deyirlər məiyyət. Bu da mümkündür. Əvvəldir ki, mən yutiyallah və Rasul yolu itaətdən keçir. Bu bir məsələ. Amma bu məiyyət necə yarana bilər? Necə ola bilər biz onlarla birlikdə olar? Mənim ziyarət tavşırda bir cümlə var. Birincisi cümlədir ki, ziyarət tavşıran ki, sizlər oxuyursunuz, dostlar, bacılarımız, qardaşlarımız oxuyur. Orada bir cümlə var, deyir, Fəsəlullahəl-ləzi əkrəməni bi ma'rifətikum və ma'rifətə əvliyaikum və rəzzəqənil bəraətə min ə'ədaikum və ən yec'aləni mə'akum fid-dunya vəl-əxirə. İlahi və Rəbbim, məni həm dünyada onlarla birgə, həm dünyada, həm axirətdə onlarla birgə qərar verir. Amma onlarla birgə olmağın 3 dənə şərtin əvvəldən deyir. Fəsəlullahəl-ləzi əkrəməni bi ma'rifətikum. İlahi, Əhl-i Beytin mərifətin mənə ver. Onlarla birgə olmaq istənsə, onların mərifəti olmadan qeyri-mümkündür. Bu bir şərt. Amma təkcə bu kifayət eləmir. Mərifətə əvliyaikum. Onları sevənlərə də mərifət mənə verginə. Onlara ki, kimin ki məhəbbəti var, onları da tanıyım, onların da qoruya bileyim, hörmətini, ehtiramımı mənə lütf elə. Ziyarət hoşuna davam budur. Fəsəlullahəl-ləzi əkrəməni, özdə əkrəməni deyir. Yəni, bu mövzu ilə məni kəramətləndir. Görünən budur ki, Əhl-i Beyt məarifi insanı kəramətli eləyir. Kəramətin yolu bunların mərifətindən keçir. Bunlara mərifət tapmadan kəramətli ola bilməzsən ki, kəramət Quran məntiqində 2 cürdür. Biri zatidir, biri sonra qazanılandır. Zati kəramət, kərrəmna bəni Adəm, Allah Teala deyir. Mən zaten səni ki, insan kimi yaratmışam, kəramətlisən. Amma bir dənə də kəramət var, onu qazanmalısan. Onsuz zəhmət çəkməz. İnnə əkrəməkum indəllah ətqakum. Bu təqva yolunu geçsən, bu Əhl-i Beytin yolunu geçsən, sən də olarsan kəramətli.
Sən də olarsan kəramət. Düz kəramətli olsan, kimlərlə oturdur eləyərsən? Quranda bir yerdə buyurur, bəli, ibadun mukrəmun. Mənim mələklərim çox kəramətlidir. Sən kəramətli olanda mələklərlə birlikdə oturursan. Əhl-i Beytin bir dənə sözü var, deyir, istəyirəm siz mühəddəs olasınız. Mühəddəs nəyə deyirlər? Mühəddəs mələklə həmsöhbət olana deyirlər. İstəyirəm oturasınız, mələikə ilə həmsöhbət olasınız. Bir yerdə deyir, ləsafəhəthumul mələikə. Əlinizi günahlardan qorusunuz, vücudunuzu qorusunuz, mələklə əlbəəl görüşərsiniz. Deməli, Əhl-i Beytin bizdən istəyi budur ki, biz onlarla kəramətlənək, bir, və mələikə ilə bir cərgədə oturaq, iki, bir də o cərgədə bir başqaları da oturub, onlar kimdir? Onlar da şəhidlərdir. Hardan çıxarır şeydən? O da Qurandandır. Deyir ki, bir şəhid ki, torpağa yıxılır, qalır, nə deyir? Ya leytəni qovmi ya'ləmun bimə qafara li Rabbi və cəaləni minəl mukrəmin. Yasin surəsindədir. Deyir, o yıxılan şəhid deyir, kaş xalq biləydi, kaş insanlar biləydi, Allah mənicə bağışladı və məni kəramətlilərdən qərar verdi. Yəni, mən kəramətlilərdənəm, yəni mələklərlə bir cərgədə əyləşmişəm. Xülasə, əkrəməni bi mərifətikum, kəramət istəyirsənsə yolu Əhl-i Beytə mərifətdən keçir. Elə ki, Əhl-i Beytin mərifətini əldə elədin, şəhidlərlə bir cərgədəsən, diri ikən şəhidsən və mələikə ilə bir süfrədəsən, İndə Rabbihim yurzəqunsan, Rəbbivin yanında ruzlənirsən. Bunu hardan çıxarış edir? Çünki şəhidlər harada ruzlənir? Və la təxsəbənnəl-ləzinə qutilu fi səbilillahi əmvatan bəl əhyaun İndə Rabbihim yurzəqun. Şəhidlər Rəblərinin yanında ruzlənirlər. Əgər sən də kəramətləndin, gəldin şəhidlə bir cərgədə əyləşdinsə, şəhidlə bir cərgədə əyləşdinsə, Allahın yanında olan o ruzdən neyinirsən? Qidalanırsan. Necə ki, xanım Məryəm dedi, haza min indillah. Dedi, ay, bu sənə hardan Zəkəriyyə dedi, bu ruzu sənə hardan? Dedi, haza min indillah. Bu Rəbbimin yanındadır. İnsan gəlir, o kəslərlə oturur ki, o süfrədə xanım Məryəm kimi şəxsiyyətlər, Həzrəti Zəhra kimi şəxsiyyətlər oturur. Çünki Həzrəti Zəhra seyyidədir, o da üstün xanımlardan biridir, öz zamanəsinin. Amma Həzrəti Zəhra bütün aləmlərin, bütün zamanların seyyidəsidir. Bu ikinci məsələ. Deməli, yolu onların mərifətindən keçir. Əkrəməni bi mərifətikum, davam edəcək nə deyir? Və mərifətə əvliyaikum. Sizi sevənlərə mərifət və rəzəqənəl bəraət. Sizin düşmənlərinizə nifrət, onlardan uzaq olmaq. Bunun üçündən sonradır ki, deyir və ən yəcələni məkum fid-dunya vəl-axirə. Gəlib sizlərlə birlikdə olaram, həm dünyada, həm axirətdə. Amma bu bir məqamdır, məiyyət məqamıdır. Bundan bir pillədə qaldırsan o tərəfə, Səlmanu minna əhləl-beyt. Səlman biz əhl-i beytdəndir. Bəli, o 5 kimsə bəllidir, oradan deyil. Amma bir yerə yetişib ki, məiyyət o qədər onlarla oturdu, o qədər onların süfrəsində əyləşdi, o qədər onlarla get-gəl elədi ki, oldu minna əhləl-beyt. Minna əhləl-beyt olmağın xüsusiyyəti nədir? Salmanı bir dənə tərif veriblər, deyir, Cəalə həvahu həva əmiril müminin. Salmanın xüsusiyyəti bu idi ki, ürəyinin istəyi əleynin istəyi idi, ondan başqa bir şey deyil. Bəzi vaxtlar insan əmiril müminin dediyi kimi əməldə yaşayır, amma ürəyi o deyil. İstəməsə də deyir, məcbur bir yolu getməliyəm. Səlman məiyyətlə gəldi, çatdı bir yerə ki, minna əhləl-beyt oldu, cəalə həvahu həva əmiril müminin. İstəyi əli istəyidi, başqa bir şey yoxdur. Soruşsun istəyim nədir? Deyəcək, mənim istəyim yoxdur ki, mənim istəyim fəna olub əlini istəyində. O nə istəsə odur, mən kiməm ki, nəsə də istəyim. Mən onun ağzına baxıram. O desə hə deyərəm, hə, o desə yox deyərəm, yox. İnsan gəlir, bir dönəmdən sonra çatır bu məqama ki, bu artıq bənzəməkdir, bu artıq oxşamaqdır. İnsan onları görəndə kimi xatırlayar? Əhl-i-Beyt. Və bir yerə yetişdi ki, Həzrəti Zəhra Peyğəmbərdən sonra Səlmanı gördüdür. Səlman, cəfani, cəfa elədin ha. Neynəmişəm? Ay xanım, ya Zəhra, ya Fatimə Zəhra, niyə mənə bu sözü deyirsən? Dedi, neçə vaxtı Peyğəmbər dünyasını deyişib, get-gəl eləmirsən ha bizə ya. Yəni, biz səni istəyirik, sən niyə yeyib gəlmirsən? Yəni, bir yerə yetişib ki, Həzrət Zəhra deyir ki, gəl də, mən səni gözləyirəm. Niyə gəlmirsən bizim evə? Çünki qoca, ağsaqqal kişiydi, bilirsiniz. O da dedi ki, mən neçə vaxt Peyğəmbər dünyasını deyişəndən sonra biraz özümü narahat hiss edirdim. Dedi, yox, sən gəl bu qapıya, gəl, get-gilə. Minna əhl-beyt olanda, əhl-beyt özü deyir, niyə gəlmədin? Hardasan? Səni gözləyirəm, yolumu gözləyirəm. İnsan gəlir bu yerlərə yetişir. Bu da yolu inandı ki, gedir çatırır. Maşallah, 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 maşallah. Allah razı olsun hacı.
Allah sizin nitqinizə, elminizə bərəkət versin ustad. Çox təşəkkür edirik. Artıq bu veriliş bizim bildiyimiz kimi son verilişimizdir. Beytül-Əhzan verilişinin son günüdür. Artıq bu son bizim verilişimizdir. Və xalqımıza nə tövsiyə eləyərdiniz, nə nəsihətlər verərdiniz inşallah. İstəyərdik bir kəlmə ilə bir nəsihət verəsiniz bizə inşallah. Xalqımızdan belə bu verilişin bu yerində istəyərdim Həzrəti Zəhranı yaxşıca həyatını araşdırsınlar, onu tanısınlar, onu tanıtsınlar. Bu cür şəxsiyyət ki, Seyyidətün Nisa-il aləmindir, hələ o qədər ki, tanınmalıdır, o qədər tanınmayıb zaten. Çox təəssüf olsun. İstərdim Həzrəti Zəhra salamullah aleyha həyatını ilə tanış olsunlar, tanısınlar və tanıttırsınlar. İstəyim, xahişim bu olardı. Allah sizdən razı olsun. Bəli, Hacı da dediyi kimi, Ustad da dediyi kimi mütləqdir. Xanımın həyatını araşdırmalıyıq və öz əqidəmizi, öz dinimizi gözəl bilib öyrənməliyik.